Hörmətli izləyicilərimiz, hörmətli şagirdlərimiz, hörmətli tələbələrimiz, hörmətli valideynlərimiz, mən Vüsal Kəlbəcəri 18 kitab müəllifi, Qızıl Qələm mükafatçısı. Bugün həm Azərbaycanımızın çox gözəl rayonu olan Bərdə rayonundayıq. Bəli, Bərdə rayonunda biz çoxlu dəfələrlə 20'lərdən çəkişlər eləmişik. Rahilə xanım Rıza Qulmən təşəbbüs müdürü olan vaxtlarda mən 18 kitab müəllifi olduğum vaxtlarda hər dəfə də gözəl mövzu çəkişlər eləmişik. Bir müddət əvvəl, bir neçə ay əvvəl, yəni bugün 2025-ci il, 28 iyun tarixidir. Yəni bir ay, 2 ay bundan qabaq böyük qonşu şirkətdə Yeni Ərizə kəndində Qəmər müəlliməni, Nurda müəlliməni, Səriyə müəlliməni, Yalma müəlliməni, Tünzalə müəlliməni mən çəkdim. Mən Vüsal Kəlbəcəri çəkdim. Hər kəs təqaüddə olan müəllimlərdə adlarını çəkdim mənlər. Və Ərizə kəndinə də gəldik, şagirdlərdən, tələbələrdən sorğular apardıq. Hər kəs bizə gözəl müəllimlər haqqında bizə sözlər bildirdilər və ədəbə müəllimi haqqında bizə məlumat verdilər. Biz də ədəbə müəllimənin haqqında istədik ki, gəlib özündən soruşaq. Bəzi məlumatları biz bilirik, onun haqqında eşitmişik müsbət sözləri. Amma istədik ki, sizlərə təqdim eləmək istəyirik. Bir daha sizi xoş gördük. Allah sizə uzun ömür, can sağlığı versin. Adınız, soyadınız? Adınız, soyadınız ədəbə? Bəli, Vahidova ədəbə Qələndər qızı. Çox gözəl. Neçə il təhsil sahəsində çalışmışsınız müəllimə? 39 il, 40 ilə yaxınıdır. Təhsil sahəsində. İşlədiyiniz müddətdə hansı adlar almışsınız? Belə bir ad almamışam, amma sertifikat, belə də fəxri fərman, belə şeylər olur. Çox gözəl. Biz sizi ki, müəllimlərlə fəxr edirik, qürur duyuruq. O gün olsun ki, təklif eləyiblər, nəysə ilə yaymışam. Allah təala sizə uzun ömür, can sağlığı versin. O gün olsun ki, inşallah biz sizin nəvələrin üçün, nəticələrin üçün gələk gözəl çəkişlər edəyik. Hansıdan tədris eləmişsiniz müəllimə? Hansıdan tədris eləmişsiniz? Mən sinif müəllimiyəm. İbtidai sinif müəllimi. Bəli, orada elə fəaliyyətim bütün fənlərlə. Bəli, bildim. Birinci sinifdən 4-cü sinifə qədər həmişə aparmışam. Azərbaycan dilidən, ana dil Azərbaycan dili. Riyaziyyat. Riyaziyyatdır. Ondan sonra idman müəllimi, dərsi, rus dili dərsindən belə fəaliyyətim olub hamısına. Çox gözəl. Mən qutardığım məktəb elə bil ki, ixtiyar vermişdi ki, orada keçirilən bütün fənləri ixtiyarı var ki, bunu rus dilini zaten ayırırdılar axı. Bir ingilis dilini keçməmişəm. Çox gözəl. Qalan hamısı fənləri. Hörmətli izləyicilərimiz, ulu öndərimiz demişkən, müəllimlik peşəsi ən şərəfli peşədir, ən gözəl peşədir. Amma müəllimlik ixtisasında da ən çətin ixtisas və fən peşəni sevmişəm. İbtidai sinifdir. Qürurla mən də ona yanaşmışam. Həmişə fəxr eləmişəm. İbtidai sinif müəllimi təkcə sözü kəsirəm, bağışlayın müəllim. Təkcə ibtidai sinif müəllimi, hörmətli izləyicilərimiz, təkcə şagirdləri hansısa fənni deyil, həm də ilk rəqəmləri, ilk əlifbanı, ilk sözləri, ilk ana sözünü, ata sözünü, valideynlərə hörmət, vətənimizə hörmət, vətənimizə diqqət qayğını göstərir. Ona görə biz söz adınızdan bəli, biz sizə dərin təşəkkür edirik. Sağdaş təhsil komandası olaraq sizi ki, müəllimlərlə biz fəxr edirik, qürur duyuruq. O gün olsun ki, inşallah biz nəvələr üçün gələk gözəl çəkiş eləyək. Çəkişiniz vasitəsilə nəvələrinizə, nəticələrinizə özürə söz deyə bilərsiniz. Allah qoysa, onlar da uğur qazansın, təhsil olsun, ziyalı olsunlar. Elə onlar da babaları kimi, nənələri kimi həmişə başı uca, alnı açıq. İnşallah. Belə yaşamışıq biz. Bizə heç kəs nöqsan tutmayıb, heç kəs bizə nəsə eləməyib. Biz elə bir ailə olmuşuq. Ailə quran elə bil ki, 50 ildə həyat yoldaşım təzə rəhmətə gedib. Allah rəhmət eləsin. Biz həyat yaşamışıq, bizdə inciklik filan, yəni bir-birimizi eşitmişik. Neçə, övladlarınızın adları nədir müəllimə? Övladlarınızın adları? Azaddır. Bəli. Bəli. Bir övladınız var elə? Hə. Allah saxlasın. İndi bəlkə də gələ bilməyəcək. Ayrı yaşayırıq. Təşəkkürlər, Sağdaş təhsil komandası olaraq müəlliməyə sağ ol deyirik, dərin təşəkkür edirəm. Uzun ömür, can sağlığı. Sağ ol, təşəkkürlər. Onun üçün dedim ki, bəlkə